Değerli sahibkarlar və iş adamları, bu silsilə videolarımız qeyd elədiyimiz kimi sizlərə gəlsin. Heç bunu bilirdinizmi? Dünyada top 10 restoran növlərinə aid olan fast food restoranından bəhs olunacaq. Fast food restoranı bizlər açmaq üçün nələrə fikir verməliyik? İlk növbədə konsept və dizaynını düzgün halda yazıb əməl etmək lazımdır. Vacib amillərdən biri isə fast food restoranı yer seçimi, location deyilir, onu etmək lazımdır. Üçüncü isə avadanlıq və mətbəxin düzgün halda planlaşdırılmasıdır. Dördüncü, branding və dizayn məsələlərinə düzgün halda yanaşmaq lazımdır. Beşinci, işçi heyəti və ən vacib məsələlərdən biri onlara olan təlimlərdir. Altıncı isə maliyyə planları düzgün halda həyata keçirilməlidir. Yeddinci, lisenziya və digər icazələr olmalıdır. Səkkizinci, təchizat və logistika şöbəsi də düzgün halda işləməlidir. Doqquzuncu isə marketinq və mütləq halda reklam olunmalıdır. Fast food restoranların döyünən ürəyi isə çatdırılma sistemini düzgün halda quraşdırılsanız, sizin heç bir probleminiz olmayacaq. Daha maraqlı, ətraflı məlumatlar almaq üçün bizim Instagram, TikTok və YouTube kanalımızı izləməyinizi davam edəsiniz.